Havadakı toz və qaz hissəcikləri xərçəng və ağciyər xəstəlikləri ilə yanaşı tənəffüs yolları xəstəliklərinin və allergiyaların artmasına səbəb olur. Həmçinin aparılan tədqiqatlar çirkli havanın depressiya və narahatlıq risklərini artırdığını da göstərir. Həkimlərin müşahidələrinə görə son illər astma və göz qaşınması kimi halların sayı çoxalıb. Əvvəllər bu xəstəliklər əsasən mövsümi xarakteri daşıyırdısa, indi ilin bütün dövrlərində, xüsusilə də havada toz hissəciklərinin çox olduğu günlərdə müşahidə olunur. Onların fikrincə havadakı toz və qaz qarışıqları immun sistemini zəiflədir və həssas insanlarda güclü allergik reaksiyalar yaradır. Çirkli havanın çox olduğu yerlərdə ağciyər sistemi xəstəlikləri, astma, ağciyərin obstruktiv xəstəliyi, yuxarı tənəffüs yolu infeksiyaları, pnevmoniya kimi vəziyyətlər daha çox müşahidə olunur. Eləcə də nevroloji xəstəliklər var ki, bunlar da havanın çirkli olduğu vaxtlarda daha çox nevrolojik statuslar pozulur. Bu xəstələr daha çox depressiv ola bilirlər, ruh durumları tez-tez dəyişə bilərlər ki, eyni zamanda arterial hipertenziya xəstələrində də havanın çirkli olduğu vaxtlarda təzyiqin yüksəlməsi müşahidə olunur.